Qubadlı rayonunun işğaldan azad olunmuş Mahruzlu kəndində həyat yenidən canlanır. Uzun illər boş qalan bu ərazilərdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri Mahruzlunu müasir, təhlükəsiz və dayanıqlı yaşayış məkanına çevirir. Mahruzlu kəndi Xudafərin Qubadlı-Laçın avtomobil yolunun sol tərəfində yerləşir və baş plana əsasən kəndin 197 hektar ərazidə yenidən qurulması nəzərdə tutulub. Kənd mərhələli şəkildə inşa edildiyindən ilk mərhələdə 43,50 hektar ərazidə 190 ədəd fərdi evin tikintisi nəzərdə tutulur. Mahruzlu kəndindəki fərdi evlərin tikintisi 70% icra olunur. Bu evlər 2, 3, 4, 5 otaqlı olacaq və bu evlərin həyətyanı sahəsi 12 sotdur. Evlərdə alternativ enerjidən də istifadə olunacaq. Damda günəş panelləri quraşdırılıbdır. Evlərin istilik sistemi kombi vasitəsilə həyata keçiriləcək və bundan əlavə evlər xüsusi izolyasiya materialları ilə tikilibdir ki, bu izolyasiya materialları evlərin qışda isti, yayda isə sərin qalmasını təmin edəcək. 264 şagird yerli orta məktəb tikilir. Uşaq bağçası 80 yerlikdir. Şöbə müdiri bildirib ki, Mahruzlu kəndinə əhalinin növbəti ildən etibarən mərhələli şəkildə köçü planlaşdırılır.